Salam, hər vaxtınız xeyir. Sürücülər üçün hələ də aktual olan 1.25 nişanlanma xətti barədə danışacağam. Bu sarı torlar barədə danışacağım. Deməli soruşurlar ki, onun üstündə hansı halda dayanmaq olar, hansı halda dayanmaq olmaz. Ümumiyyətlə fikirləşirlər ki, o nişanlanma xəttinin üstündə təkər dayandısa, avtomobilin təkəri dayanan kimi dərhal 100 manat cərimə gələcək. Və bu fikirləri aydınlıq gətirəcəm, hansı halda olar, hansı halda olmaz. Və bu yaxınlarda televiziya kanallarının birində yol hərəkəti ilə bağlı bir veriliş gedirdi. Orada aparıcı nəqliyyat üzrə ekspertə bir sual verdi ki, sual belə idi. Sarı nişanlanma xətti çəkilib, sarı tor, 1.25 nişanlanma xətti. Dönən kimi də piyada keçididir. Sağa və yaxud da sola fərqi yoxdur. Dönən kimi də piyada keçididir. Bu, sürücünü cərimə seçimi arasında qoyurmu, yoxsa hərəkətin axıcılığını təmin edir? Belə bir sual verdi. Bu nə deməkdir? Biz bilirik ki, piyada keçirsə əgər, piyada keçəndə sürücü piyadaya yol vermirsə 50 manat cəriməsi var. Və yol ayrıcında dayansa, bu düşüncəni deyirəm də, bu fikri deyirəm. Burada 1.25 nişanlanma xəttinin üstündə dayansa 100 manat cəriməsi var. Ona görə soruşur ki, sürücünü cərimə seçimi arasında qoyurmu? Yəni mən piyadaya yol verməyim, 50 manat cərimələnim, yoxsa piyadaya yol verim, sarı torun üstündə dayanım, 100 manat cərimələnim. Bax, budur, sual budur. Həmin suala cavab gəlmədi, cavab verilmədi həmin suala. İndi mən o suala da aydınlıq gətirəcəm. Ümumiyyətlə, bu 1.25 nişanlanma xətti yol hərəkəti haqqında qanuna 2019-cu ildə əlavə olundu. Bizdə əvvəllər yox idi bu nişanlanma xətti. Bu nişanlanma xətti bizim yol hərəkəti haqqında qanuna əlavə olunanda özü ilə heç bir əlavə cərimə, heç bir əlavə qadağa, tələb, heç nə gətirmədi özü ilə. O sadəcə olaraq yol ayrıcında hərəkət hissələrinin kəsişmə yerini göstərmək, belə deyək ki, vəzifəsindədir. Bunun başqa işi yoxdur. Onun üstündə dayanmaq qadağandır, cəriməsi var deyə bir şey yoxdur. Yol ayrıcında hərəkət hissələrinin kəsişməsində dayanmanın qadağan olması yol hərəkəti haqqında qanunun 75-ci maddənin 2-ci hissəsində yazılır. İndi onu izah edəcəm. Deməli, orada yazılır, 75-ci maddənin 2-ci hissəsində yazılır ki, sürücü yol ayrıcına daxil olmazdan əvvəl, hərəkət hissələrinin kəsişmə yerinə daxil olmazdan əvvəl baxsın, görsün, lori dildə deyirəm, izah edirəm açıq-aşkar. Baxsın, görsün, gedəcəyi istiqamətdə, tutaq ki, bu sürücülər düz gedirlər. Tıxac yaranıb, görürsünüz? Hərəkət hissələrinin kəsişməsində və yaxud da kəsişmədən sonra, bilavasitə sonra tıxac yaranıb. Sürücü daxil olacaq, burada qalacaq. Hərəkət hissələrinin kəsişməsindən çıxa bilməyəcək. Bu hələ şərt deyil cərimə olunmaq üçün. Burada qalacaq hərəkət hissələrinin kəsişməsində. Digər istiqamətlərdən gələnlərə mane olacaq. Aydın oldu? Burada qalırsan, digər istiqamətlərdən gələnlərə mane olursan, onların hərəkətini bloklayırsan, tıxac yaradırsan. Bax, bu halda sürücüyə cərimə yazılacaq. Tutaq ki, sağa dönürsən, sola dönürsən. Dönəcəyin yolda tıxac var. Aydın oldu, tıxac var. Sən o tıxac səbəbindən yol ayrıcında qalacaqsansa və əlavə olaraq yenə deyirəm, digər istiqamətlərdən gələnlərə mane olacaqsansa, bu halda sənə cərimə yazıla bilər. 100 manat, 3 bal. İndi gələk əsas məsələyə. Piyadaya yol vermək məsələsi. Sürücü sola dönürsə, yol hərəkəti haqqında qanunun 75-ci maddənin 1-ci bəndi, 1-ci hissəsi. Orada yazılır sürücü sağa və ya sola dönərkən, sağa dönən sürücü, sola dönən sürücü dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadalara yol verməlidir. Bu qanunun tələbidir. Sürücü dönərkən buradan keçən piyadaya yol verirsə, bu nişanlanma xəttinin üstündə dayanırsa, heç bu nişanlanma xətti olmasın, yol ayrıcında dayanırsa, hərəkət hissələrinin kəsişmə yerində dayanırsa, bu halda sürücüyə cərimə yazıla bilməz. Aydın oldu? Sürücüyə cərimə yazıla bilməz. Yazılsa belə qanunsuzdur. Bundan başqa, ikinci hal deyim. Tutaq ki, sürücü yol ayrıcına daxil oldu, sola dönərkən qarşıdan gələnə yol verməlidir. Düzdürmü? Qarşıdan gələn nəqliyyat vasitəsinə yol vermək üçün dayananda ona yenə cərimə yazıla bilməz ki, bax, sən bu nişanlanma xəttinin üstündə dayanmısan. Bax, ona görə yadda saxlayın. Tıxac səbəbindən yol ayrıcına daxil olmamalısan, orada qalmamalısan, digər istiqamətlərdən gələnlərə mane olmamalısan. Amma yoxsa piyadaya yol vermək üçün, qarşıdan gələnə yol vermək üçün sən yol ayrıcında qalırsansa, hərəkət hissələrinin kəsişmə yerində qalırsansa, bu halda cərimə yazıla bilməz.